Babək yazıb, sevgidən də ciddi məsələlər var. Babək yoxdur. Bu dünyada sevgi yoxdursa, sən həyatda mənasız həyat yaşayırsan. Öz dəyərini bilmirsən, kim olduğunu bilmirsən, insanları tanımırsan, özünü tanımırsan. Olursan qara qul, kölə, pul üçün qulluq eləyən biri. Hambalçılıq eləyirsən ki, pul qazanasan. Всё. Sevgi yoxdursa heç nə yoxdur. Bu həyatın təməli sevgidir. Sevgi həyatın mənasıdır. Sevgi başqa tərəfə demirəm, kimdənsə kimi sevməkdən söhbət getmir. Sevgi özünü sevmək, yaradanını bilmək, Allahı sevmək, ancaq o halda sən insanları, dünyanı sevə bilirsən. Özünü sevmirsənsə, yaradanınla bağın yoxdursa, yaradanla bağ artıq sevgi deməkdir. Yoxdursa, sən bu dünyada heç nəyə bilmirsən, heç nəyə görə yaşadığını da bilmirsən. Çünki aldığın yer oradır. Sevgi Allahla olan bağın deməkdir, özünlə olan bağın deməkdir. Sevgi başqasını sevmək demək deyil də, yəni kimisə sevmək. Çünki sən oradan almayanda verə bilmirsən. Verə bilməyəndə də çöldə də görmürsən. Əsl sevgi, huzur, rahatlıq yalnız və yalnız yaradandan gəlir. Allahdan, yaradandan sevginiz yoxdursa, bağınız yoxdursa, heç bir münasibətdə sevgi yaşaya bilməzsiniz. Heç vaxt. Niyə? Çünki çöl dünya dəyişkəndir. Bugün belədir, bugün elə. Oğlan sizə yaxşı davransa, yoldaşınız yaxşı davransa sevinəcəksiniz. Pis davransa darmadağın olub üzüləcəksiniz. Bu sevgi deyil. Yaradanla sevginiz olanda sizi heç kim üzə bilməz. Heç kim. Siz anlayışlı olursunuz. Asılı olmursunuz. Yəni qul kölə olmursunuz. Rahat seçim eləyə bilirsiniz. Gedəni rahat buraxırsınız, gələni rahat qəbul edirsiniz. Artıq özünüzü heç kimlə müqayisə eləmirsiniz, öz gücünüzü bilirsiniz, öz dəyərinizi bilirsiniz, mərhəmətli olursunuz, anlayışlı olursunuz, sülhdə, barışda olursunuz. Heç kimə hücumda deyilsiniz, qorunmada deyilsiniz, mübarizədə deyilsiniz.